Salam əziz 4-cü sinif şagirdləri və kanalımızın izləyiciləri. Söz verdiyimiz kimi monitorinq imtahanlarına hazırlaşan 4-cü siniflərə dəstək olma məqsədi ilə izahlarımızı davam etdiririk. Bugün sizlərlə birlikdə Yekun Monitorinq 5 başlığı altında verilən çalışmaların izahına baxacağıq. Mən izaha keçməzdən öncə siz videonu bəyənməyi, kanala abunə olmağı, video ilə bağlı olan fikirlərinizi isə şərh bölməsində qeyd etməyi unutmayın. Həmçinin videolarımızı paylaşaraq həm bizə dəstək ola bilərsiniz, həm də bu tipli videolardan daha çox 4-cü sinif şagirdinin yararlanmasına səbəb olmuş olarsınız. Elə isə gəlin başlayaq izahımıza. Burada bizə Firuzə daşı adlı bir mətn veriblər və 1-ci 15-ci tapşırıqlar bu mətnlə bağlıdır. Mətni sizinlə birlikdə bir oxuyaq. Deyir, Firuzə daşı yer üzərində ən qiymətli daşlar arasında mühüm yer tutur. Qədim türklərdə döyüş üçün istifadə edildiyi üçün türk daşı kimi də tanınır. Həm qadın, həm də kişi aksesuarlarının hazırlanmasında üstünlük verilən ilk daşlardan biridir. Firuzə daşı özündə göy mavisini və yerin yaşıllığını ehtiva etdiyi üçün qiymətli daşlar arasında deyir ki, balans daşı hesab edilir. Aksesuar olaraq üstünlük verilsə də şəfa mənbəyi olması baxımından müalicəvi məqsədlə də istifadə edilir. Boz rəng lovğalıq və yorğunluq rəngidir. Baxın, bu mətnlə bağlı heç bir əlaqəsi yoxdur. Yəqin ki, bununla bağlı bizdə bir sual olacaq. Onun daxilində adətən qara damarlar olur. Ən qiymətli daş heç bir damarı olmayan növüdür. Bəzi daşlarda qızılı rəngli damarlar da qiymətli sayılır. Firuzə daşının istifadəsi qədim Misirə gedib çıxır. Bu daş tarixdən bu günə kimi zərgərlik məlumatları və aksesuar kimi istifadə edilir. Deməli, qədim Misirə gedib çıxırmış. Firuzə daşının işlənməsi xüsusi zəhmət və incəlik tələb edir. Firuzə daşının həqiqi olub-olmadığını öyrənməyin müxtəlif yolları var. Əvvəlcə saçınızı deyir daşa sarın və odda saxlayın. Saçınız yanmırsa, deməli daş həqiqidir. İkinci, daşın ucunu biraz qırmaq lazımdır. Əgər daşın daxili rəngi xarici rəngi ilə eynidirsə, daşınız həqiqidir. Bir çox süni məhsullar boyanıb satıldığı üçün daşın üzərindəki boya yanarsa, onun yandırdığınız zaman kimyəvi qoxu yayılarsa, daşın həqiqi olub-olmadığını müəyyən edə bilərsiniz. Firuzə daşının bir sıra faydaları var. Tənəffüs sisteminin, dəri dəstəkləri, ağciyər xəstəliklərini və allergiyanı sağalmasına kömək edir. Aha, deməli birinci oldu bu. Sonra xroniki astma, öskürək və bronxial tutulmaların qarşısına alınması və müalicəsində təsirlidir. Göz xəstəliyinin əmələ gəlməsinin qarşısını alır. Miqren, baş ağrısına qarşı təsirlidir. Yorğunluq, depressiya, panik atakları aradan qaldırır. Hüzur və rahatlığı təmin edir. Ruhi və fiziki sağlamlığa təsir edir. Stressi aradan qaldırır. Mənfi enerjini götürərək müsbət enerjinin yayılmasını təmin edir. Ətrafdakı elektromaqnit dalğalarından qoruyur. Baxın belə, mətni oxuduq, əsas hissələri işarələdik. Gəlinsə, indi izahımıza baxaq. Birinci suala. Birinci sualda deyir ki, Firuzə daşı niyə balans daşı hesab olunur? Yuxarıda biz bu barədə oxumuşduq. Deyirdi ki, o göy mavisini və yer yaşılını ehtiva etdiyi üçün belə adlanır. Yəni, cavabımız olacaq D variantı. İkinci suala baxaq. Firuzə daşının ən qiymətli növü hansıdır? Yuxarıda oxumuşduq ki, heç bir damarı olmayan daşın ən qiymətli növü hesab olunur. Gəlin, baxın, burada da bunun cavabı olmuş olacaq. Deyir ki, onun daxilində qara damarlar olur. Ən qiymətli daş heç bir damarı olmayan növüdür. Belə, üçüncü suala baxaq. Üçüncü sualda deyir ki, Firuzə daşının istifadəsi hansı dövrdə başlayır? Burada biz qədim Misiri qeyd eləməliyik. Mətn özündə də bu barədə var idi, işarə eləmişdir. Firuzə daşının həqiqi olub-olmadığını öyrənmək üçün hansı üsuldan istifadə edilə bilər? Daşı suda saxlamaq, xeyir. Günəş işığından qurutmaq, xeyir. Saçı daşa sarıyıb odda saxlamaq, bəli, bu ola bilər. Aha. Kimyəvi maddələrdən istifadə etmək, xeyr. 5-ə baxaq. Firuzə daşının hansı əsas rəngləri var? Firuzə daşının əsasən göy və yaşıl rəngləri var. Firuzə daşının yanması zamanı ortaya çıxan kimyəvi qoxu hansı mənanı daşıyır? Yəni, həmin daşın saxta olduğunu göstərmiş olur. 7-ci suala baxaq. Firuzə daşının hansı xüsusiyyəti onun digər qiymətli daşlardan fərqləndirir? Onların yalnız bəzək əşyası kimi istifadə olmaz. Xeyr, bu müalicə məqsədi ilə də istifadə özündə göy və yaşıl rəngləri birləşdirməsi təkcə
müalicə məqsədi ilə istifadə edilməsi, deməli qədim zamanlardan istifadə edilməsi xeyr. B variantı bizim axtardığımız cavab olmuş olacaq. Firuzə daşının faydalarından biri deyil. Yorğunluq və depressiyanı aradan qaldırır, hüzur və rahatlığı təmin edir, mənfi enerjini götürür. Amma dişləri ağrıtması haqqında heç bir məlumat yox idi. 9-a baxaq. Hansı bənddə səbəb-nəticə əlaqəsi doğrudur göstərilməmişdir? Doğru göstərilməmişdir. Firuzə daşı stresi azaldır və mənfi enerjini aradan qaldırır. Ruh halını yaxşılaşdırır, sakitlik, huzur gətirir. Firuzə daşının işlənməsi zəhmətlidir, xüsusi emal və diqqət tələb edir. İşlənməsi çətin və bahadır. Firuzə daşının istifadəsi qədim Misirdən gəlir. Bu yanlışdır. Misirdən gəlmir. Qədim Misirdən gəlir, bəli. Tarixən zərgərlik məlumatı və aksesuar kimi geniş istifadə olunmuşdur. Bunun cavabı ola bilməz. Firuzə daşından kimyəvi qoxu yayılırsa, daş saxtadır. Ağciyər xəstəliklərinin sağalmasına kömək edir. Burada deməli cavabımız D variantı olar. Çünki bu tamamilə bir-biri əks fikirlərdir. C-yə bir dəfə də baxaq. Firuzə daşının istifadəsi qədim Misirdən gəlir. Bəli, tarixi zərgərlik məlumatı və aksesuar kimi geniş istifadə edilmişdir. Bu ola bilər. Cavabımız D variantı olacaq. Sonra 10-cu suala baxaq. Mətndə deyir, hansı suala cavab yoxdur. Qədim türklərdə firuzə daşından nə üçün istifadə edilirdi? Burada döyüşlərdə istifadə edilirdi. Firuzə daşının həqiqiliyi necə yoxlamaq olar? Bu haqda məlumatlar vardı. Firuzə daşı hansı xəstəliklərin sağalmasına kömək edir? Orada var. Firuzə daşı nəyin rəmzi hesab edilir? Bu barədə isə heç bir məlumat yox idi. Cavabımız olacaq D variantı. Firuzə daşının ucunu qırdıqdan sonra daxili rəngi və xarici rəngi eyni olarsa, bu nəyi göstərir? Daşın həqiqi olduğunu göstərir. Bu barədə oxumuşduq. Mətndə nədən söhbət getmir? Firuzə daşının müalicəvi xüsusiyyətlərindən danışırıq. Firuzə daşının tərkibində olan minerallardan, firuzə daşının işlənməsi üçün tələb olunan zəhmətdən, firuzə daşının tarixi istifadəsindən var. Cavabımız olacaq 12-ci sualda B variantı. Firuzə daşının hansı xəstəliklərə qarşı faydalı olduğunu deyir, qeyd edin. Qeyd edilir. Tənəffüs xəstəlikləri və allergiya. Yüksək təzyiq və ürək xəstəlikləri, yaddaş pozğunluğu da bura aid olmuş olmayacaq. Neçənci abzasda mətnin məzmununa aid olmayan cümlə işlədilib? Bayaq dedik, o boz rənglə bağlı olan məsələ idi. Baxaq görək bu hansı abzasda işlənib. Deməli, birinci abzas, ikinci abzasda bu barədə məlumat verilib. Həmin hissəyə B variantı bizim axtardığımız cavab olmuş olacaq. Firuzə daşı başqa hansı adla tanınır? Türk daşı adı ilə tanınır. Bu barədə də oxumuşduq. Belə, gəlin keçək ikinci mətnə. İkinci mətnimiz adlanır körpü. Burada da 16-cı və 30-cu suallar körpü mətni ilə bağlıdır. Bir zamanlar bir-birinə bitişik iki fermada yaşayan iki qardaş var idi. Bir gün bu iki qardaş arasında fikir ayrılığı yarandı. İki qardaş arasında ilk dəfə baş verən bu fikir ayrılığı getdikcə böyüyərək qardaşlar arasında ayrılığa səbəb oldu. İki qardaş nəinki bir-birlərinə qəzəbləndilər, hətta illərlə bircə istifadə etdikləri kənd təsərrüfatı avadanlıqlarında da daxil olmaqla bütün əmlakçı da bir-birindən ayırdılar. Kiçik bir fikir ayrılığı ilə başlayan mübahisə getdikcə artır, uçuruma çevrilirdi və yerini qarşılıqlı istifadə olunan xoşagəlməz sözlər tutdu. Bundan sonra qardaşlar şiddətli bir mübahisə etdilər. Bir gün səhər böyük qardaşın qapısını bir usta döydü. Onun əlində böyük bir dülgər çantası var idi. O ev sahibindən müvəqqəti bir iş istəyib, əgər kiçik bir işiniz varsa mən sizə kömək etmək istəyirəm dedi. Əlimdən hər iş gəlir. Bir neçə gün işləyib işi bitirərəm. O an böyük qardaşın ağlına bir iş gəldi. Bəli, sənin üçün bir işim var, dedi və kiçik qardaşının fermasını göstərdi. Çayın o tayındakı ferma mənim qardaşımındır. Daha doğrusu o ferma mənim kiçik qardaşımındır. Keçən həftəyə qədər mənim fermamla onun ferması arasında otlaq var idi. İndi isə bizim təsərrüfatımız bir-birindən ayıran çay var. İş istəyən adam böyük qardaşın sözlərini diqqətlə dinlədikdən sonra soruşdu. Məndən nə istəyirsən? Böyük qardaş əvvəlcə şübhəsini, sonra qərarını belə izah etdi. Ola bilər ki, qardaşım bunu məni incitmək üçün edib. Amma indi mən onun etdiklərini daha böyük bir şey edəcəyim. Bunları dedikdən sonra adamın divarın dibində yığılmış taxtalar göstərdi.
göstərdi. Səndən bu taxtalardan istifadə edərək iki ferma arasında hündür bir hasar çəkməyini istəyirəm. Elə bir hasar çək ki, gözlərim qardaşımın fermasını görməsin. Usta başını tərpədib dedi. Deyəsən vəziyyəti başa düşdüm. Böyük qardaş alış-veriş etmək üçün şəhərə getdi. Usta bütün günü işləyib gün batanadək işini bitirdi. Böyük qardaş şəhərə qayıtdı. Ustanın işini gördükcə gözləri kəlləsinə sıxdı. Qarşısında hasar yox idi, amma möhtəşəm bir körpü var idi. Böyük qardaş heyrətlə bu körpüyə baxarkən qarşıdan bir nəfərin gəldiyini gördü. Diqqətlə baxanda anladı ki, gələn onun kiçik qardaşıdır. Qardaşı qollarını açıb ona tərəf gəlirdi. O böyük qardaşına dedi: "Sən etdiyin bütün haqsızlıqlara və dediyin bütün pis sözlərə baxmayaraq bu körpünü tikdirərək nə qədər yaxşı və böyük adam olduğunu göstərdin. İndi də böyüklük et və əllərini açıb yanıma gəl." Körpünün hər iki ucunda gələn qardaşlar bir-birini qucaqladılar. Böyük qardaş arxasına baxanda gördü ki, usta çantasını yığıb gedir. "Getmə, dayan, gözlə," deyə ona səsləndi. "Fermada sənin üçün bir çox iş var." Usta gülümsədi. "Mənim buradakı işim bitdi, getməliyəm. Daha bir neçə körpü tikməliyəm." Baxın belə. Yəni izahımızı davam etdirək 16-cı sualından. 16-da deyir ki, mətndə gözləri kəlləsinə çıxmaq ifadəsinin əvəzinə işlənə bilən ifadələri müəyyən edin. Burada heyrətlənmək ola bilər. Deməli, gözləri böyümək mənasında göz gəzdirmək, qan tərə batmaq. 1 və 3 bizim cavabımız olmuş olacaq. Mətnin məzmunu əsasən ardıcıllığa müəyyən edin. Dülgər böyük qardaşdan iş istədi. Qardaşlar bir-birini qucaqladılar. Qardaşlar şiddətli mübahisə etdilər. Dülgər çantasını yığıb getdi. Deməli, birinci 3 olacaq. Daha sonra 1 olacaq. Daha sonra 2 olacaq. Daha sonra isə 4 olacaq. Deməli, 3, 1, 2, 4 cavabımız isə olacaq C variantı. 18-ci suala baxırıq. Mətnə əsasən doğru fikirləri müəyyən edin. Böyük qardaşa aiddir. Qapısına bir usta döydüm. Bəli. Kiçik qardaşının nə qədər böyük adam olduğunu dedi. Xeyr, kiçik qardaş özü dedi bunu. Deməli, 2 olan variantlarımızı çıxırıq, 1 olan variantlarımızı götürürük. Ustanın işini görəndə gözləri kəlləsinə çıxdı. Bu böyük qardaşa aiddir. Yəni 3 olan variantı da çıxırıq. Körpünün üstünə əllərini açıb qardaşına doğru gəldi. Bəli. Cavabımız olacaq 18-də də C variantı. 19-cu suala baxaq. Mətndə hansı suala cavab yoxdur? Böyük qardaşın qapısını döyən kim idi? Dülgər idi. Qardaşlarının fikir ayrılığının səbəbi nə idi? Bu barədə heç bir məlumat yoxdur. Cavabımız elə bu olar. Böyük qardaş Dülgərdən nə istədi? Belə hasar çəkmək istəyib. Qardaşların təsərrüfatı bir-birindən nə ayırdı? Aralarında yaranan mübahisə. 20-ci suala baxırıq. Hansı epizod Dülgərin məqsədinə nail olduğunu göstərir? D variantı olmuş olacaq. Böyük qardaş usta üçün bir çox işi olduğunu dedi. Böyük qardaş alış-veriş etmək üçün şəhərə getdi. Xeyr. Böyük qardaş ustadan hasar çəkməyini istədi. Xeyr. Cavabımız olacaq D variantı. Davam elə 21-ci sualda böyük qardaşın ustaya dediyi son sözlər nə idi? Sənə təşəkkür edirəm. Bu iş düzgün görmədim. Sənin üçün başqa bir işim var. Bir daha bura gəlmə. Böyük qardaşın ustaya dediyi son sözlər nə idi? Bəli. 21-ci sualda cavabımız olar sənin üçün başqa bir işim var. Yəni hələ burada sənə çox ehtiyac var mənasını ifadə etmiş olacaq. D variantı. Çərçivədəki cümləni davam etdirən cavabı seçin. Böyük qardaş ustadan hündür hasar çəkməni istədi. Çünki qardaşının onun fermasına gəlməsini istəmirdi. Qardaşının fermasını görmək istəmirdi. Fermalar bir-birini ayırmaq istəyirdi. Ustanın işsiz qalmasını istəmirdi. Burada bizim axtardığımız cavab B variantı olmuş olacaq. Qardaşın fermasını görmək istəyir ki, mənim gözüm onu görməsin. 23-cü suala baxaq. Usta qardaşların arasında düzəltmək üçün hansı yolu seçdi? İki ferma arasında belə deyək, taxtalara fərqli bir çəpər çəkdi. Hasarın əvəzinə möhtəşəm körpü tikdi. Cavabımız olacaq B variantı. 24-cü sual. Dülgərə aid xüsusiyyəti seçin. Zarafatçıl, xeyirxah, xəsis, aravuran, xeyirxah bir insandır. İki qardaşı barışdırdı. 25. Qardaşlar arasında fikir ayrılığı nə ilə nəticələndi deyir. Qardaşların təsərrüfatları bir-birindən ayırması ilə şiddətli mübahisə edirlər və təsərrüfatları bir-birindən ayrılırlar. Cümlədə altında xətt çəkilmiş hansı sözü əvəz etmək olar? Müvəqqəti, yəni bu belə deyək, ötəri. Yəni daimi, həmişəlik bir iş istəmədi. Müvəqqəti, yəni ötəri bir iş istədi.
26-cı sualda bizim cavabımız olacaq B variantı. 27-yə baxaq. Mətndəki sözlərin birinin izahı düzgün verilməmişdir. Ferma, iri və ya xırda buynuzlu ev heyvanları, dülgər taxtadan qapı, pəncərə kimi şeylər düzəldən usta, bu da doğru. Otlaq, çoxlu ot bitən və malqara otarılan yer, hasar daşdan, kərpicdən, taxtadan tikilən səd mənasını ifadə eləyir. Ferma, iri və xırda buynuzlu heyvanların saxlanıldığı yerdir. Yer. Cavabımız olacaq elə 27-ci sualda A variantı, digərləri isə doğrudur. Mətndə əsas fikir nədən ibarətdir? Yaxşılıq düşməni də adama dost edər. Bəli, B variantı ehtiyat igidin yaraşıqdır, savadsız yalan olmur. 29. Kiçik qardaşın böyük qardaşına dedikləri arasında hansı ifadə var idi? Səninlə artıq dost olmuram, sən necə böyük insansan, səndən nifrət edirəm. Sən necə böyük insansan. 29-cu sualda bizim axtardığımız cavab olacaq C variantı. Mətnə əsasən hansı fikir yanlışdır deyir. Qardaşlar arasında fikir ayrılığı əvvəllər də baş vermişdi. Elə bu fikir yanlışdır. Usta gün batarkən işini bitirdi. Ustanın əlindən hər iş gəlirdi. Kiçik qardaş böyük qardaşın əllərini açıb yanına gəlməyini istədi. Bəli, A variantı bizim axtardığımız cavab olmuş olacaq. Ümid edirəm ki, video izahımız sizin üçün yararlı oldu. Növbəti izahlarda görüşmək ümidi ilə.